Deməli, time-da 31-ci deməli test tapşırığına baxırıq. Deyir, bir populyasiyada böyük ya genotipli 350, böyük ya kiçik ya genotipli 100 və kiçik ya genotipli 50 ədəd fərd varsa, A allelinin bu populyasiyada rast gəlmə tezliyini tapın. Gəlin baxaq. Deməli, böyük ya genotipli fərd. Böyük ya genotipli fərd 350-dir. Böyük ya kiçik A genotipli fərd. Böyük ya kiçik A genotipli fərd deməli 100-dür və kiçik A genotipli fərd 50 olarsa A allelinin tezliyi soruşur bizdən. A allelinin bu populyasiyada rast gəlmə tezliyini tapın. Bax, bu nə deməkdir? Əgər böyük A 350-dirsə, deməli burada 2 dənə böyük A var. 350 böyük A üstəgəl 350 böyük A. Cəmi eləyəcək 700 dənə böyük A. Buna baxaq. Bu həm 100 dənə böyük A deməkdir. Üstəgəl 100 dənə də kiçik A deməkdir. Bunlar toplanmır, elə belə də qalır. Bu nə deməkdir? 50 kiçik A üstəgəlinsin 50 dənə kiçik A bərabərdir 100 dənə kiçik A-ya. Düzdür? İndi mən ümumi bunu bildim. Çünki böyük A-nın qarşısında 350 varsa, bu o deməkdir ki, yəni bu böyük A da 350-dir, bu böyük A da 350-dir. 2-yə də vura bilərəm, belə toplaya da bilərəm. Mən belə topladım ki, daha aydın olsun. Yəni 350 böyük A, üstəgəl 350 böyük A, cavab 700 dənə böyük A. Burada nə deməkdir? Böyük A kiçik A-nın qarşısında 100 varsa, bu o deməkdir ki, 100 dənə böyük A, üstəgəl 100 dənə kiçik A. Kiçik A-nın 50% o deməkdir ki, 50 dənə kiçik A, üstəgəl 50 dənə kiçik A bərabərdir, yəni cəmi 100 dənə kiçik A. Bəs burada cəmi nə qədər gen var? Onları hesablayaq. Cəmi gen. Bax, 350 böyük A, üstəgəl 350 böyük A, üstəgəl 100 böyük A, üstəgəl 100 kiçik A, üstəgəl 50 kiçik A, üstəgəl 50 kiçik A. Burada hamısını toplayıb ümumi genləri tapacam. 350 ilə 350 700, 700 ilə 100 800, 800 ilə 100 900, 900 ilə 50 950, 950 ilə 50 1000 dənə gen var. 1000 gen. Cəmi nə qədər gen var? 1000 dənə gen. Bəli, 1000 dənə gen var. İndi məndən nə soruşur? Bax, məndən burada soruşur ki, A allelinin bu populyasiyada rast gəlmə tezliyini tapın. Yaxşı, mənim 1000 dənə ümumilikdə genim əgər 100%dirsə, və onda A allelim nə qədərdir? Bax, burada 350 böyük A geni, allel həm də gen deməkdir də. 350 böyük A, 350 ilə 700 dənə böyük A. Bax, bir də 100 dənədən bir dəqiqə 100 dənə də burada böyük A var. 800 dənə. 700, bu da 100, 800. 800 dənə gen də olsun. Rast gəlmə X. Yox, rast gəlmə tezliyini soruşur. Mən bildim faizdə soruşur. 800-ü ümumiyə böləcəm. Rast gəlmə tezliyini tapmaq üçün 800-ü ümumi genlərin sayına böləcəm. Bu gedəcək 0,8. Cavabımız 0,8. Faizindən soruşsaydı əgər. Bax, burada cavabımız 0,8-dir. Əgər faizlə soruşsaydı, mən belə yazacaqdım. 1000 dənə genim əgər 100%dirsə, onda 800 dənə də genim olsun x%. X da buradan bərabərdir. 800-ü vururam 100-ə, bölürəm 1000-ə. Bunlar ixtisar getdi. Bununla da bu getdi. Qalacaqdı 80%. Əgər faizlə soruşsaydı. Faizlə soruşmadığına görə elə sadəcə rast gəlmə tezliyini soruşduğuna görə 0,8 olacaq B variantı.